Salam müəllimlər, salam hörmətli izləyicilər. Bu gün sizlərlə ədədin natural bölünənlərin sayının tapılmasına bir nümunə göstərəcəm. Həm də ki, bu düsturun isbatını verəcəm. Düzdür, çox vaxt bilirik ki, bu sadə vurlarına ayırırıq, qüvvətlərin bir-bir artı vururuq və s. Bu düstur var. Bu düsturu indi həm bir nümunə göstərəcəm, tamamilə aydın olsun. Həm də ki, bu düsturun hardan alındığını, niyə üzərinə bir gəldi, onun isbatını verəcəm. Baxın, əvvəlcə 120 ədədin natural bölünənlərin sayını tapmaq üçün bunu sadə vurlarına ayırmalıyıq. 120-dir. Tutaq ki, sadə vurlarına ayıraq. 120-ni bölürük 2-yə. Ən kiçik sadə 2-dir. Oldu 60. 60-ı 2-yə bölürük. Olur 30. 30-u bölürük 2-yə. Olur 15. 15 2-yə bölünmür axı. 2-dən sonra hansı sadə var? 3 var. 15-i bölürük 3-ə. Olacaq 5. 5 də 3-ə bölünmür. 3-dən sonra hansı sadə var? 5. 5-i 5-ə böldük. Olur 1 dəfə. Demək 120 ədəd nəyə bərabər oldu? 2 vur 2 vur 2 vur 3 vur 5. Yəni 2-nin üstü 3 vurulsun 3'ün üstü 1 və vurulsun nəhayət 5'in üstü 1'ə. İndi isə biz dərhal deyək ki, natural bölünənlərin sayını tapanda MBS deyirlər. O natural bölünənlərin sayı nəyə bərabərdir? Qüvvətlərin bir-bir artıran 2'nin üstü 3'dür. 3 üstə 1 gəlir. 3 üzərinəsin 1 olur. Sonra vurulsun. 3'ün üstü 1 də 1 üstə 1 gəlir nə olur? Olur 2. Həmçinin 5'in üstə 1'dir. Olacaq 1 üstə 1 düzdür. 1 üzərinəsin 1. Yəni 4 vur 2 vur 2. Cavab oldu 16. Bu yəqin ki, çoxuna məlumdur. İndi yaxşı. Burada qüvvətlərə biz bir-bir niyə artırdıq? Çünki 2'nin üstü 3. Yəni görə 2'nin qüvvətləri hansına bölünür? 2'nin üstü 3, 2'nin üstü 3'ə bölünür. 2'nin üstü 2'yə bölünür. 2'nin üstü 1'ə bölünür və nəhayət 2'nin üstü 0'a bölünür. Eləmi ki, 2'nin üstü 0'da var deyə ona hər dəfə 1 vaid artırır. Həmçinin 3'ün üstü 1'ə baxın. 3'ün üstü 1 həm 3 üstü 1'ə bölünür, həm də 3'ün üstü 0'a bölünür. Yəni 1'ə bölünür. 1 də naturaldır axı. Həmçinin baxın 5'in üstü 1 deyəni qaydaran. Həm 5'in üstü 1'ə bölünür, həm də 5'in üstü 0'a bölündüyü üçün həmişə mənimlə yadda saxlayın ki, səbəb odur. Yəni elə bilin ki, baxın 2'nin üstü 3 deyil. 0'dan 3'ə ədədləri tapırsınız. Nə var? 0, 1, 2, 3. Görürsünüz 4 dənə oldu. Səbəb budur müəllimlər. Ona görə də həmişə qüvvətlərin üzərinə bir gəlib bir-birinə vururuq. Çox sağ olun.